Salam mənim əzizlərim, belə bir açılım edirik. Onu gözləməyə dəyərmi? Deməli, kiçik narahatlıqlar, yayılan xəbər enerjisi göstərir. Depressiv hal, gözləmə müddətində kiçik stresslər ola bilər. Amma bu ciddi müayinələr deyil. Yeni başlanğıc, gözlənilən müsbət enerjisi. Gözləmə sənin üçün sabitlik, qorunma gətirə bilər. Hərəkət, sürətli irələmə var. Situasiya birdən-birə sizin xeyrinizə dəyişə bilər. Biraz qarışıqlıq ola bilər. Aydın olmayan bəzi məsələlər var. Şans sənin tərəfindədir. Amma səbirli olmaq, sanki bir yük daşıyırmış kimi hiss edə bilərsiniz özünüzü. Tam aydınlaşdırmaq üçün 3 dənə də tarotda. Bəli, gözləyə bilərsiniz. Bu gözləmənin nəticəsi uğurlu olacaq. Gözləməyə dəyər. Ondan addım gələcək.